Muhammed. İltimas-ı dua edenler, müşkilləri, hacətləri olan, bilxüsus mənzur niyyətdə olanların acil şifa tahmalarına səlavası edək. Allahümme salli ala din uğrunda, vətən uğrunda başda Kərbəla şəhidləri, Seyyid-i Şühəda, İmam Hüseyin əleyhissalam yar-ı ənsarı olmaqla Qarabağımızın azadlığı uğrunda, istər 1-ci Qarabağ müharibəsi dönəmində, istər 2016 aprel döyüşləri, Tovuz hadisələri, böyük zəfərimiz, şanlı tariximiz 44 günlük qələbəmizdə və son sentyabr lokal antiterrorda dünyasını dəyişən bütün şəhidlərimizin ruhlarını səlavatla yad edək. Allahümme salli ala Muhammed. Zəmanə imamı, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü səlavası edək. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, səsimizi eşidən bütün hər kəsə, istər məscidimizdə olan, istər canlı yayım vasitəsilə bizi olduğu yerlərindən izləyən hər kəsə, Allahımıza bir daha sonsuz həmdlər, sənalar olsun ki, boynumuza minnət qoyaraq bir daha ömrümüzdən möhlət verib ki, Allah evinə toplaşıb istiğfar etməyi, tövbə etməyi, yenidən özümüzü bağışladaraq günahsız bəndələr sırasına qatma şansı möhləti verib. Bunun üçün Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. Doğrudan da biz bu neymətin şükrünü nə qədər istəsək edək, layiqincə yerinə yetirə bilmərik. Çünki keçən il bizimlə bir arada olub, gələn Qədir gecəsində belə edərəm, belə dualar, münacatlar, zikirlər edərəm deyənlər var idi, amma əfsuslar bugün onların bəzisi bizim aramızda deyil. Amma onların yerində hər birimiz ola bilərdik. Cavanlı, qocalı, qadınlı, kişili, kimliyindən asılı olmayaraq. Amma Allah bu verdiyi ömürdə bizə möhlətlər verir, şanslar, fürsətlər verir ki, biz özümüzü bağışlada bilək. Biz günahlarımızı etiraf edərək, Rəbbimizə üz tutaraq, günahkar bir bəndə olaraq onun huzuruna gəlib, Allahım, səndən başqa bir ümid qapısı bilmədim, səndən başqa gedəcək bir qapı bilmədim deyə sənin qapıva gəldim. Bizim çox mərhəmətli Allahımız var, çox mehriban Allahımız var. İnşallah bu gecə biz məhz Qədir gecəsinin savab və fəzilətləri barəsində danışacağıq və xüsusilə köklənəcək ki, günahkar olduğumuzu başa düşək. Əgər insan öz günahkar olduğunu başa düşməsə,
heç vaxt üzrxahlıq eləməz. Özünü düz görən, özünü düz bilən, həmişə səhvi ilə özünü düz çıxartmaq istəyən insanlarda heç vaxtı üzr istəmə qabiliyyəti ola bilməz. İnsan nə zaman üzr istəyir? O zaman ki, səhvini başa düşə. O zaman ki, bilə ki, xəta eləyib. Biz hamımız bilirik ki, Allah görə-görə, Allah baxa-baxa biz çoxlu səhvlər eləmişik, çoxlu xətalar eləmişik, çoxlu nöqsanlara yol vermişik. Amma bu gecə gəlmişik Allahın huzuruna ki, Allah, düzdür bilirəm günahkaram, bilirəm xətakaram, bilirəm nöqsanlarım çoxdur, amma qaçmamışam, amma başqa yola da getməmişəm. Elə sənin qapını bilib, bu səhvlərimlə məni qəbul edən, sən yalnız Allahımsan deyə sənin huzuruna, qapıva gəlmişəm. Yəni, bir sözlə bu gecə söhbətimizin sonunda da, elə başlanğıcında da dua və istiğfara köklənəcək. Növbəti İnşallah Qədir gecəmizdə Əmirül Müminin Əli əleyhissalamın zərbətlənməsi və şəhadəti barəsində danışarıq. İlk olaraq bildiyimiz kimi Qədir gecəsi ilin bir gecəsidir. O gecənin hansı gecə olduğu dəqiq bilinməsə də, amma o gecənin mübarək Ramazan ayında olması Quran-ı Kərimdən bəllidir. Allah Teala Qədir surəsində buyurur ki, Bismillahirrahmanirrahim, İnna ənzəlnahu fi leylətil qadr. Ya Peyğəmbər, insanlara söylə ki, biz Qur'anı Qədir gecəsində nazil etdik. Və mə ədrakə mə leylətul qadr. Ya Peyğəmbər, Qədir gecəsinin o qədər savab, əzəmət, fəziləti var ki, onu tam dəqiqliyi ilə sən belə bilmirsən. Yəni, fəziləti, savabı o qədər çoxdur. Ardıca buyurur ki, insanlara söylə ki, Leylətul qadri xayrun min əlfi şəhr. Bu gecə bir gecədir ki, 1000 aydan üstündür. 1000 ayda təqribən 84 ilə yaxındır. 83 il, 4 ay təqribən. Və buyurur, bu gecə bir gecədir ki, Tənəzzəlül mələikətü və ruh. Mələikə, mələklər cəm formasındadır. Ruh bəzən Ruhul Əmin Cənab-ı Cəbrailə, bəziləri də deyir ki, ərşin o əzəmətli mələklərindən birinin adıdır, müəzzəm mələkdir. Mələklər və ruh yer aləminə enər, sübhə qədər salam, əmniyyət, dua edər bəşəriyyət üçün. Ümumilikdə biz gecənin əməllərinə toxunmuruq. Qədir gecəsinin hansı gecə olması haqqında ümumi bir məlumat qısaca olaraq bildirək ki, bu ayət-i şərifədə Allah Teala buyurur ki, biz Qur'anı Qədir gecəsində nazil etdik. Mübarək Duxan surəsinin 4-cü ayəsində Allah Teala buyurur ki, İnna ənzəlnahu fi leylətin mübarəkə, fiha yufraqu kullu əmrin həkim. Duxan surəsinin, Tüstü surəsinin 3-cü və 4-cü ayətlərində. Allah Teala buyurur ki, insanlara söylə ki, biz Qur'anı mübarək bir gecədə nazil etdik. O gecə ki, insanların qədəri, bir illik əməli həmin gecədə yazılır. Təsəvvür elə, bu gecə çox əzəmətli bir gecədir. Qədir surəsində buyurur, biz onu Qədir gecəsində nazil etdik. Duxan surəsinin 3-cü ayəsində buyurur, onu biz mübarək bir gecədə nazil etdik. Əl-Bəqərə surəsinin
183-cü ayəsində Allah Taala buyurur: "Şəhru Ramazanellezî unzile fîhil Qur'an." Ramazan ayı elə bir aydır ki, bu ayda Qur'an nazil olub. Biz bu 3 ayəni bir yerə toplasaq, cəmləsək və nəticə alsaq, biz Qədir gecəsində nazil etdik, mübarək bir gecədə nazil etdik, Ramazan ayında nazil etdik. Deməli, Ramazan ayındayıq, mübarək gecənin Ramazan ayında və məhz Qədir gecəsinin də Ramazan ayında olduğu şəksiz şübhəsizdir. Amma indi həmin o bir gecə ki, Peyğəmbər Salavatullahın qəlbinə Qur'an nazil olub, sonra 23 il ərzində məqam, zaman, şəraitə uyğun olaraq ayələr bir-bir qeyd olunub. Həmin gecə bu ayın hansı gecəsi olduğu ən çox ehtimal verilən gecələr 19-cu, 21-ci, 23, 24, 27. Bir sözlə məsumlarımızdan əlimizə gəlib çatan hədislər var ki, son 10 gecəni Peyğəmbər Salavatullah yataq salmazdı, yəni yatağına girməzdi. Son 10 gecəni oyaq qalardı. Qədir gecəsinin əməllərindən biri oyaq qalmaqdır. Amma orada digər əməlləri var. Gecənin 2 rəkət namazıdır, duaların oxunmasıdır, Coşan Kəbir duasıdır, İmam Hüseyin əleyhissalamın ziyarətidir. Allah yaxından gedib görməyi, ziyarət etməyi nəsib eləsin. O əməllərdən biri də oyaq qalmaqdır. Peyğəmbər Salavatullah tarixdə yazırlar, bu son 10 gecədə oyaq qalardı, yatağına girməzdi. Demək, bu son 10 gecəni Qədir gecəsi niyyəti ilə oyaq qalmaq tövsiyə olunub. Allah dostları, ariflər, abidlər, zahidlər tarixdə yazırlar ki, mübarək Ramazan ayının bütün gecələrini oyaq qalarmışlar. Çünki ayət-i şərifədə nədir? Biz Qur'anı Qədir gecəsində, mübarək bir gecədə və Ramazan ayında. Deməli, həmin o mübarək Qədir gecəsi Ramazan ayındadır deyə, o Ramazan ayının istənilən bir gecəsinə təsadüf edə bilər. Ona görə buradan mən istəyirəm, o bəzi qardaşlarımız, əzizlərimiz ki, bəzən görürsən, müəyyən gün çaşqınlığı yarananda, məsələn, dünən qalanlara, məsələn, deyir, dünəndür, bugündür. Bugün qalan, məsələn, deyir, bugündür, dünəndür. Belə şeylər, belə mövzulara toxunmaq lazım deyil. Bilirsinizmi niyə? Dərindən əql və məntiq üzündən baxsaq, o bir gecədir, o dünən də ola bilər, bugün də ola bilər, keçən gecələrin biri də ola bilər. Ona görə biz bu iddiada olmayaq ki, elə o bu gecədir, dünəndəki desin, yox, bu gün idi. Bu kimi şeylərlə biz qazandığımız savab və fəzilət əlimizdən verərik. Başqa bir şey, bu yenə gəlir insanın nəfsinə, çünki insanın 2 düşməni var deyərlər. Biri xaricdən, biri daxildən. Bizim xarici düşmənimiz, bizim kənardan bizə o pisliyi etməyə vadar eləyən şeytandır. Amma içimizdən olan düşmənimiz də bizim nəfsimizdir. Mübarək Ramazan ayında Allah Taala buyurur ki, şeytanlar zəncirlənər. Amma bu zəncirlənən ayda yenə sən mübahisə eləyirsənsə, yenə biri ilə xoşa gəlməz rəftar, danışıqlar edirsənsə, daha burada şeytanlıq yox, özündən, daxili düşmənin olan nəfsündür. Demək, tövsiyəmiz budur ki, bu qalan 10 günü kim oyaq qala bilərsə, həmd olsun, məscidlərimiz açıqdır, səhərə qədər hər kəs ibadət edə bilər. Məsələn, dünən düzdür, bugün səhvdir, bugün düzdür, dünən səhvdir, bu şeyləri eləməyək. Çünki hədislərə baxmış olsaq, Peyğəmbər Salavatullah son 10 gecəni oyaq qalıb, son 10 gecədə əhya saxlayıb. Ona görə hər kim
kimisi dünən imkanı olub, dünən məscidlərimizdə, kimisi bugün, kimisi elə sabahda, birisi gündə son bu gecələri kim nə bir qədri qüvvə bacardısa, dua eləsin, istiğfar eləsin, əməllərini dürüst edərək, Rəbbinə təzim edərək, özünü bağışlatmağa bacarsın. Bəli, demək, Quran-ı Kərimdə ayət-i şərifədə ki buyurur Leylətul qadri xayrun min əlfi şəhr, Qədir gecəsi bir gecədir ki 1000 aydan üstündür. Tarixdə yazırlar, bir gün İbn Abbas Peyğəmbərin əmsi oğlu idi. Təfsir sahiblərindəndir, özü Qurana təfsir yazanlardandır, müfəssir idi. Peyğəmbər salavatullahın ardınca gəzərdi. Ağzından nə söz çıxardı, onu yazardı. Çünki Peyğəmbər həva-i nəfsindən bir söz deməzdi. Hər nə söz deyərdisə, vəhy-i münzəl idi. وَمَا يَنْتِقُ عَنِ الْحَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. Hər nə söz deyərdisə, Allahdan aldığı vəhyi insanlara çatdırardı. İbn Abbas deyir, mən bir gün Peyğəmbər salavatullahın məhzərində idim. Bir kişi Bəni İsraildən birinin barəsində söz açdı və dedi ki, onların arasında bir kişi olub, Bəni İsraildən bir kişi olub, 83 il Allah yolunda fi səbilillah, əlində qılınc, Allah yolunda vuruşub, silahı əlində, nizəsi, oxu, qalxanı Allah yolunda vuruşub. Fəacibə min zəlikə Rasulullah sallallahu aleyhi və aleyhi əcəbən şədidən. Bunu eşidəndə Peyğəmbər salavatullah təəccüb elədi. Bildiyimiz kimi, ümmətlər içərisində ən qısa ömrü olan ümmət bizim ümmətdir. Ömrü az olan, orta hesabla ümmətin yaşı 60-70 göstərilir. Çox da ola bilər, az da ola bilər. Amma orta statik göstərici ümmətin yaşı 60-70 arası olur. 60-70'in də yarısı gecəyə düşür. 60'dırsa 30 ilini yuxuda olursan, 70'dirsə bir 35 ilini yatırsan, yuxuda olursan, bu yerdə qalanının 1/3'inin də orada burada heç Allaha nə vaxt qaldı? Dərindən düşünəndə bu ömür çox sürətlə gedir. Baxın, Ramazan el-Mübarək artıq 2 onluq geridə qalıb, son 3-cü onluğa qədəm qoymuşuq. Necə ay sürətlə gəlir, gedir? İnsan ömrü də belədir. Peyğəmbər salavatullah və təmənna ən yəkuna zəlikə fi ümmətih. Arzu elədi ki, Allah, kaş mənim də ümmətim uzun ömürlü olaydı. Yəni, onun indi ömrü nə qədər olub ki, ömrünün 83 ilini Allah yolunda vuruşub, savaşıb. Fəqalə, ya Rabbi, cəaltə ümməti aksarun nasi a'maren və aqalluha a'malen. Ey mənim Allahım, mənim ümmətimi ümmətlər içərisində ömrü qısa və əməli az olan yaratmısan. Kaş mənim ümmətimin də ömrü uzun olaydı, uzun ömürlü olaydılar və uzun ömürlərinin içərisində çoxlu əməl sahibi olaydılar, gözəl əməl sahibi olaydılar. Fə'atahullahu leylətəl qadr. Allah Peyğəmbər salavatullahın bu sözünün, bu təmənnasının, bu arzusunun qarşılığında Qədr gecəsini nazil edir. Və qalə leylətul qadri xayrun min əlfi şəhr. Buyurdu ki, Qədr gecəsi 1000 aydan üstündür. Bu 1000 ay bilirsinizmi? 83'ün də üstüdür. Əl-ləzi hamələhu İsraili əs-silahə fi səbilillah. O ki, Bəni İsraildən olan bir kişi ki, 83 il Allah yolunda vuruşmuşdu. Amma Allah Peyğəmbər salavatullahın ümmətinə bir gecə, sizə, bizə bir gecə nəsib edib ki, biz bir gecədə 83 il Allah yolunda
olub hansı savabı əldə edən insanın savabını bir gecədə əldə etmə imkanımız var, fürsətimiz var. Odur ki, bu gün çox əzəmətli bir gün və bu gecə xüsusilə çox əzəmətli bir gecədir. Və bu gecənin əməllərinin birincisi qüsl eləməkdir ki, elə bu gecənin niyyəti ilə qüsl edilər. İkincisi, 2 rəkətli namazdır. Əs-salah, əs-salah, əs-salah. Bu gecənin namazını və yaxud da Qədir gecəsinin, Əhya gecəsinin namazını qılıram qurbətən ilallah. Həmd surəsindən sonra 7 dəfə İxlas surəsi oxunur, 2-ci rəkətdə də həmçinin və namazı bitirdikdən sonra 70 dəfə oturduğumuz yerdə də deyə bilərik, səcdə halında da deyə bilərik. Əstəğfirullahə və ətubu ileyh. Allahım, etdiyim günahlardan peşmanam və günahlarıma görə səndən üzr istəyirəm, tövbə edirəm, tövbəmi qəbul et deyə söyləyirik. Və ardıca o Quranı başa qoyma mərasimi ki var, Bikə ya Allahla məşhurdur, onları inşallah birlikdə edərik və onun ardıca İmam Hüseyin əleyhissalamın yaxında olanda yaxından, olmayan ziyarətnaməsini inşallah buradan bir hamılıqla imamımıza salam verərik və gecənin əməllərindən biri də səhərə qədər, sübh namazına qədər oyaq qalmaqdır. Yaxşı olar, oyaq qalanda qəza namazların varsa, qəzalarından qılasan. Əgər qəza namazlar yoxdursa, müstəhəbbi namazlar var, Qur'an oxuyasan. Bir sözlə, gecəni Allahla münacatla, razı niyazla keçirəsən. Nə bada, məsələn, bihudə şeylərlə, bəzən görürsən, biri gecəni oyaq qalma niyyəti ilə, məsələn, hansısa bir filmə baxır, bir kinoya baxır, məsələn, görürsən eləsi futbol azarkeşidir, azarkeşliyi elədiyi bir komandaya, kluba baxır. Yəni, belə nəticə etibarilə oyaq qalırsan, amma ta ömrü elə onunla keçirdibsən də, bari heç olmasa Allah ömürdə möhlət verir, bir gecəni faydalı, səmərəli, mənalı keçirdəsən, amma yenə də Allah istəyir səni oradan çəkə gətirə bura, sən özü ilə yenə aparırsan, hardasansa ora. Ona görə çalışağın daha mənəviyyata köklənək, mənəvi cəhətdən daha Rəbbimizə bu gecə bağlanaq. Və Qədr sözünün mənası da bildiyimiz kimi insanın qədəridir, insanın bir illik, istər ruzi baxımından, istər başına gələcək hadisələri, bu əslində Allahın elmində olan bir məsələdir. Allahın elmi də cəbriliyə gətirib çıxarmaz. Bu kəlam elmində, fəlsəfədə geniş bir bəhs olur və insan sadəcə olaraq öz ixtiyarı ilə onu edir. Məsələn, bir müəllimdir, eyni dərsi sinifdə bütün şagirdlərinə deyir. Amma şagirdlərdən biri müəllimin tapşırıqlarına əməl edir, biri etmir. Müəllim deyir ki, bax, sən bu gedişlə imtahandan kəsiləcəksən və nəticədə də kəsilir, sual yaranır. Burada müəllimin kəsiləcəksən deməsinə görə kəsildi, yoxsa o oxumadı deyə öz seçiminə görə. Yəni, bir müəllim 5 illik, 10 illik, 20 illik təcrübəsinə əsaslanıb nəticəni görüb və bilə bilirsə, Rəhman və Rəhim olan Allah, hər şeyin xaliqi, hər şeyin yaradanı olan Allah, keçmiş, indi, gələcək bütün elmləri bilən, hikmət və əsrarı bilən Allah bəndəsi barəsində bunları bilə bilməzmi? Təbii ki, bilər. Ona görə Qədr elə insanın bir illik qədərinin istər ruzi baxımından, istər digər əməllər baxımından bu gecə yazıldığı bir gecədir. Ona görə təsəvvür elə bizim bir illik qəza və qədərimiz, bir illik bizim namı əmalımız əgər bu gecə həll olunursa, bu gecə deməli ömrümüzdə çox əhəmiyyətli bir gecələrdəndir. Və bu gecəni çalışıb qeyd etdiyimiz kimi
dua və münacatla. İnşallah ki, biz dua hissəsinə daha çox vaxt ayıracaq. İnşallah bizimlə bugün Əhl-i Beyt məddahı, əziz dostum, qardaşım, Kərbəla Sadiq qardaşımız xidmət edəcək. Biz o zikr-müsibət hissəsini bugün etmirik, çünki bugün Qur'anın nazil olduğu gecəni qeyd edirik, çünki və oyaq qalmaqdan da səbəblərdən biri Qur'anın gəlişini qarşılamaqdır. Sənin əgər, məsələn, doğumun, əzizin, əgər gecənin, məsələn, istənilən vaxtı saat 3-də, 4-də, indi quru sərhədlər bağlıdır da, deyək, təyyarı ilə, aeroportda saat 2-də, 3-də düşəcəksə, sən heç vaxt rahat yata bilməzsən. Saat 2-yə qədər oyaq qalacaqsan ki, gedib atanı qarşılayasan, ananı qarşılayasan, övladı qarşılayasan. Allah bütün əsgərlərimizi sağ-salamat atalarına, analarına, ailələrinə qaytarsın. O əsgər valideynləri bilər. Əgər bilsən ki, oğlun, məsələn, hərbi xidmətdən təxris olunub gecə 1-də gələcək, sən 12-dən 1-ə 1 saat yatım duraram, heç vaxt eləməzsən. Heç vaxtı yatmazsan. Yəni, necə bir əzizi, necə bir doğumun gəlişini həyəcanla gözləyirsən, məhz bəşəriyyətin xilaskarı, bəşəriyyətə nicat verən, istiqamət verən, səhvlə düzü, haqla batili ayıran bir kitab yer üzərinə nazil olunan gecə, ehtimal olunan gecədir deyə biz onu oyaq qalaraq qarşılayırıq və Qur'anı başımıza qoymaqdan məqsəd də rəmzi mənada, yəni daima Qur'anı başımız üzərində tuturuq. Məsələn, bizdə necə birinə bir söz deyəndə deyir başım üstə. Yəni, rəmzi mənada bu o mənanı ifadə edir ki, yəni bütün sözlərin, bütün mənə verdiyin tapşırıqlara mən hazıram. İndi gərək bu gecə ki, biz Qur'anı başımız üzərinə qaldırıb gəlişini qarşılayırıqsa və hər nə deyilirsə qəbul edirəmsə, gərək bu gecədən biz həyatımızı dəyişək. Bu gecədən Qur'anımıza daha çox bağlı olaq. Qur'anımızı daha çox oxuyaq. Qur'anımızı oxuyub barəsində tədəbbür və təfəkkür edək. Qur'anı təkcə and kitabı kimi istifadə eləməyək. Qur'anı ancaq elə atamız, anamız, doğmamız dünyasını dəyişəndən dəyişənə, yasda, mağarda, qəbr üstündə oxumağı adət eləməyək. Adi günlərdə belə Qur'anımızı əlimizə alaq, Qur'anı oxuyaq və ayət-i şərifələrin barəsində təfəkkür edək. Qur'anı həyatımızda tətbiq edək. O zaman ömrümüz bərəkətli olar. O zaman həyatımız rəngarəng, çalarlı və mənalı keçər. Və bu gecə də Qur'an-ı Kərimin nazil olan gecəsidir və biz bu gecə oyaq qalaraq Qur'anın gəlişini qarşılayaraq və bir daha etdiyimiz xəta və nöqsanlardan peşmançılıq hissi ilə Rəbbimizə üz tuturuq. Bir neçə kəlmə inşallah acizanə, məyus bir halda Rəbbimizə doğru gedək. İnşallah sözümüzü bitirdikdən sonra gecənin 2 rəkət namazını qılarıq və 2 rəkət namazının ardınca o Qur'anı başa qoyma mərasimində Bikə ya Allah'da o məsumlarımızın adı gələndə inşallah ki, qardaşımızın xidmətindən orada istifadə edəcək və məclis buradan daha üzü belə, məhz elə gecənin əməlləri və bir də razı niyaz, inşallah ki, qardaşımızın o gözəl səsi ilə o Bikə ya Allah'dan öncə namazdan dərhal sonra bir münacat eləyərik. Allahımıza üz tutarıq ki, Allahım, biz etiraf edirik, əli boş, üzü qara günahkar bəndələrik. Allah, çox açıq qapıları bildim, getdim, amma o qapılar mənim üzümə bağlandı. Hər il həmd olsun və kəfa billahi şəhida. Bunu nə görüntü üçün deyirəm, nə sözlə qəlbinizdə biraz mövzuya
rəng qatmaq üçün, bunlar üçündür. Allah şahidim ki, tam səmimiyyətimlə bu sözü söyləyirəm ki, hər Ramazan-ül mübarəkdə, istər əvvəlində, istər ortasında, istər sonunda neçə cavan gəlir, deyir mən tövbə eləyirəm, qərara gəlmişəm ki, namaza başlayam, çox günahlar eləmişəm, bilmirəm Allah məni bağışlayar yoxsa yox. Allah şahidim, mən hər birüzdən özümü aşağı bilirəm əməl baxımından. Hər birüzün elə əməl və dua baxımından məndən, bunu nə təvazökarlıq baxımından. Çünki əgər Allah bu gecənin bu vaxtında sənə ömründən möhlət veribsə, öz qapısına gətiribsə, ona üz tutub, əl açıb, dua etmə şansı, möhləti, imkanı veribsə, sən Allahın seçilmiş bəndəsisən. Sən Allahın bağışlamağa layiq olan bəndəsisən. Düzdür, biz öz şəxsimə deyirəm, heç bir əməlimi arxayın deyirəm. Əgər etdiyimiz orucumuzdursa, ya gözümüzün haqqını əda etmirik, ya qulağımızın haqqını əda etmirik, ya dilimizin haqqını əda etmirik, ya başqalarının barəsində suizənn edərək fikrimizin haqqını əda etmirik. Namazda fikrimiz orada, burada. Əməlimizə baxsaq, əməlimi götürüb Allahın huzuruna gələ bilməmişəm. Amma Allahın rəhmətinə daldalanıb gəlmişəm ki, Allah, bilirəm sən anadan da mehribansan, bilirəm yaratdığına çox şəfqətlisən, çox məhəbbətlisən. Sən o Allahsan ki, sənə yalvarmayanı bağışlayırsan. İndi mən səhvimi başa düşüb, gəlib sənin huzurunda deyirəm, Allahım, məni bağışla, məni bağışlamazsan, mənim etdiyim xəta nöqsanı mənə keçməzsənmi? O Allah ki, mən tanıyıram, o uşaqlıqdan ki, o Allaha ki, mən ibadət edirəm, əminəm ki, ona ümid dolu gələni heç vaxtı ümidsiz geri qaytarmaz. Əgər gecənin bu vaxtında, soyuq havada, yuxunun şirin çağında, əgər Allah evinə gəlib ona dua etmək, münacat etməyə qədəm götürüb gəlibsənsə, Allah demə səni bağışlaması üçün möhlət verib, bağışlaması üçün sənə bir daha şans yaradıb. Ona görə Mövlaya ya Mövlay, Əntəl xaliqu və ənəl məxluq, Həllə yərhəmül məxluqə illəl xaliq. Ey mənim Allahım, sən yaradansan, mən yaranmış. Yaranmışa yaradandan başqa kim mərhəmət edə bilər? Yaranmışa yaradandan başqa kim rəhm edə bilər? Mövlaya ya Mövlay, Əntəl qəviyyü və ənə zəif. Ay mənim Allahım, sən güclü və qəvi, qüvvətlisən, amma mən zəif və çarəsizəm. Zəif və çarəsizə güclü və qüvvətlidən başqa kim kömək edə bilər? Allahım, Əntər rəhim, Əntəl qəfur və ənəl muznib. Allahım, sən bağışlayan və mehribansan, mən isə günahkaram. Günahkara bağışlayan və mərhəmətlidən başqa kim rəhm edə bilər, kim bağışlaya bilər? Bir sözlə, əziz cəmaatımız, möhtərəm məscidimizin əhli, Allahımızın huzuruna yəslə, bu mənadakı məyusluqla və peşmançılıq hissi ilə, naumidlik olmasın ki, Allah görən məni bağışlayarsan yoxsa yox. O cavan qardaşlarım bir neçə gün bundan öncə bir 3 nəfər olardı, 16-17 yaşında bir cavan, biri içindən dedi ki, mən yaşım az olsa da elə günahlar eləmişəm, amma bilmirəm, Allah məni bağışlayar yoxsa yox. Ağlaya-ağlaya dedim ki, o Allahı ki mən tanıyıram, qəlbimə gəldi, dilimə gəldi. Səni bu yaşda əgər götürüb öz evinə, bu ayda səni bura qədər gətiribsə, elə səni bağışlayıb bura gətirib. Çünki cavan olanda adamın günaha fiziki baxımdan imkanı çox olur. Amma sən bu 16-17 yaşında günahın nə olduğunu bilib və bu rəhmət, bərəkət ayında Allah evinə üz tutaraq
tövbə etmək istəyirəm, necə tövbə edim deyirsənsə, artıq Allah səni bağışlayıb və səni bağışlayıb ki, səni bura qədər yönəldim. Ona görə bu gecə həm tövbə gecəsidir, həm peşmançılıq gecəsidir. Bu gecə Allahın qapısına özünə arxayın olub əlində nəsə götürmüş, gəlmiş kimi davranma. Bütün etdikləri yadından çıxar. O bir adam, məsələn, görürsən o yolçu ilə rastlaşırsan, elə olur ki, tanımırsan, amma onun bir zahiri görkəminə baxırsan, ürəyin ağrıyır, nəsə verirsən. Biz də bugün Allahın huzuruna elə bir şəkildə gedək ki, Allah, mənim bir əməlim yoxdur deyəm, buna görə məni bağışla. Bu elədiyim əməlləri də bilirəm ki, sənə layiq şəkildə eləməmişəm. Bilirəm ki, tam dürüst eləməmişəm. Məni əlboş bir bəndə kimi qəbul elə. Heç nəyi olmayan bir kəs kimi gəlmişəm bu gecə sənin qapıva. İstəyirəm ki, məni bu gecə bağışlayasan. İstəyirəm ki, bu gecə məni əlboş, naumid geri qaytarmayasan. Canı dildən bu peşmançılıq hissi keçir. Mən əminəm ki, burada elə biz həm hacətlərimizi alarıq, həm günahlarımızı etiraf edərək, bəzi günahlar var, dilüyə belə gətirə bilmirsən. Amma Allah çox mehriban Allahdır. Bəzən insan sənin səhvini biləndə üzvə vurur, amma Allah heç vaxtı səhvimizi üzümüzə vurmur. Hətta o səhvləri yadımızdan çıxardır. Bəzən yadımızda belə olmur elədiyimiz səhvlər. Bizim belə gözəl Allahımız var. İnşallah birlikdə gecənin 2 rəkət namazını qılarıq və onun ardınca inşallah ki, münacat hissəsində qardaşımın o gözəl səsindən mən də sizlər təki feyz alaraq əməl edərik. Peyğəmbər alı, Peyğəmbərə 3 ucalı, ali sələvat zikri. Ey mənim Allahım, mən səndən bu gecə nazil etdiyin kitabının, Qur'anının hörmətinə istəyirəm və sənin o böyük adın və gözəl adların xatirinə məni cəhənnəm odundan azad olmuş, günahları bağışlanmış qulların sırasında qərar verginən. Amin, ya Rabbəl aləmin. İnşallah nə hacətiniz var, Allahdan istəyin, bizi də hacətsiz anlamayın. Bu gecədə ad aparmırıq, əminəm sizlərə də yazanlar, zəng edənlər və bu əməllərə başlamazdan öncə bəziləri analarının narahat olduğu barədə, bəziləri ataları ilə, bəziləri övladları ilə, bir sözlə sıxıntıda olan və çətinlikdə olan, xüsusilə evlərdə, xəstəxanalarda olan xəstələri də nəzərə alaq, onları da dua edək və ələl-xüsus zəmanə imamımızın zuhurunun təcilini unutmayaq. Allahümme salli ala Muhammed. İnşallah Quranları başımızın üzərinə qoyaraq Allahümme bihakki hazel Kur'an ve bihakki men erseltehu bihi ve bihakki kulli mu'minin medahtehu fihi ve bihakkike aleyhim fela ahada a'rafu bihakkike mink. Ey mənim Allahım, səni and verirəm bugün nazil etdiyin Qur'ana xatir və and verirəm Qur'anı nazil etdiyin şəxsə xatir və and verirəm öz
Qur'anında tərif etdiyin bütün müminlərin haqqına, Allahım, səni ant verirəm, səndən üstün olmayan öz haqqına ki, bu gecə məni bağışlanan bəndələrindən qərar ver və bu gecə mənim tövbələrimi qəbul etkinəm. İnşallah artıq Allahın öz adına və məsumların adına and veririk. O andı içməzdən öncə Rəbbimizə hamımızın dilindən bir qardaşımız inşallah münacat oxusun və sonra elə davam edək. İnşallah müəyyən yerdə qardaşları ışığı da söndürərlər, bu mehrabın ışığını yandırarlar. Ya Allah Kərbəla. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahman, Ya eylemişem, o kadar eylemişem, ömrüde hata ya Rab. Gelin samimi olaq bu gece, gelin özümüz olaq bu gece, riyani, təkəbbürü öz adıma her bir şey qoyaq kənara. Denen ilahi, mən etdiyim günahı en yakın insana kimdi? Eğer ailem, atam, anam bilse menden üz döndərer. O xətalar ki mən etmişəm, İlahi ya Rabbena, mən düşdüm çətinliyə, çox qapını döydüm. Sənlər səvai səsimə səs verən olmadı. Məgər olmuyor bəzizlərin elə bir çətinlik olub. Fikirləşmisən gedim yaxın dostdur, qohumdur, əzizdir, onun məni geri qaytarmaz. İlahi elə məni əli boş geri qaytarır. Sınmışam, kırılmışam, onda bilmişəm ya Rab. Əvvəl gərək sənin qapı döyərdim. Dedim gərgir yayəm, sen dedin gel. Allah, dedim üzüm yoktu gelmeye. Dedim gərgir yayəm, sen dedin gel. Dedim napak əbayəm, sen dedin gel. Dedim Allah, o kadar səhvlərim var. Dedim mən naciranəm, xəlq bilsə, Allah kömürdən də qərayəm. Sen dedin gel. İlahi o kadar sənə nankör olmuşam, o kadar görüşüvən gecikmişəm, o kadar sözü eşitməmişəm. Ama bu geceye elə ümid bəsləyirəm, heç kim ümidin üzməsin ha. Allah demişəm bu gecə gəl, mən səni bağışlayaram. Gəlmişəm bu gecə əfv olmağa, dedim səndən səva yoxdur pənahım. Dedin əfv eylərəm, vardır günahım. İlahi dedin xoş gəlmisən, mən tək fəqirəm. Xalaik içrə rüsva olma bəndəm. Allah axı biz sənin əsərinik,
İndi səni anda verəcəyik öz adına. O rəhmətinə, o izzətinə, ilahi ümidimiz sənədir. Kur'anlar başda, qəlbdə nacətin var, dualarım var. Elə bu gecə xəstələrimiz, mərizlərimiz, övladı olmayanlar, bu hava şəraitində əmniyyəti qoruyan əskərlərimiz, ordumuzun qəhrəmanları, çətinlikdə olanlar, müşkülü olanlar, hamısını alaq nəzərə inşallah. Bikə ya Allah, 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 bikə ya Allah. Allah'ım, ilahi bu kapıdan beni bugün eli boş kaytarma. İlahi seni öz advan verdik, öz əzəmətinə. İlahi üzü qara yük, amma indi elə bir şəxsiyyətin adı ilə sənə tərəf gələcək ya Rəbb. O şəxsiyyətin şəfaəti, ziyarətindən bizləri ayırma. Bi Muhammedin, bi Muhammedin, bi Muhammedin, bi Muhammedin, bi Muhammed, bi Muhammedin, bi Muhammedin, bi Muhammedin, bi Muhammedin, bi Muhammed. İlahi o peygamber ki senin yolunda əziyyətlər gördü. İlahi çok hürmetsizlikler gördü. Dişin sındırdılar. Üstüne toz torpaq attılar, hürmetsizlik elədilər, amma Peyğəmbər dua elədi. Ay Allah, nə ola qiyamətin günündə o Peyğəmbər bizlərə şəfaət eləsin. O Peyğəmbərin dünya ahirətdə ziyarəti bizlərə nəsib olsun. Amin. Bu gecənin şəhidi ya Rabbel aləmin, sən onu özün çox istəyirsən. Bu gecə Mevla Əmirəl Müminə təvəssül eləyənlər əli boş yeri qayıtmaz inşallah. Bi Aliyin, bi Aliyin, bi Aliyin, bi Aliyin, bi Aliyin, bi Aliyin, بعلي 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 عليه السلام. Yazılar kısa da olsa Mevla'nın bu gece evindeki mənzərəyə işarət ediyor. Mevla İmam Həsən, İmam Hüseyin ağa bükdülər Mevlanı bir həsirə, bir kilimə getirirlər məsciddən evə. Başına zərbə dəyib, qani tökülüb Mevlanın gözlərinə. Getirdilər evə,
Eve bir qədər qalmış Əmirəl-Möminin dedi Həsən can qədəm saxla. Bundan sonra gərək evə özüm yeriyəm gedəm. Ata axı sən yaralısan, başından zərbət deyib. Niyə istəmirsən aparaq səni? Həsən can məni bu halda Zeynəb görsə qəlbi dayanar ay bala. Axı o cavan ana dağı görür. Cavan ana itirib bir kəlmə bir beyt oxuyum zikir devam eləyək. Gəldi yetişdilər Mevlanın başına. Birinci xanım Zeynəbə nəzər elədi. Ay evdə qız saxlayanlar, balaca qızı olanlar, böyüyən qızları həmişə evə girəndə kız belə deyər ata xoş gəlmisən. Amma bu gecə xanım Zeynəb elə ürəyinə Mevlaya xoş gəlmisən demədi. Bilirsən nə dedi? Dedi ata bu qan nədir axır gözünlə? Zeynəb sən indidən bu qədər qızım sinəvi dağlama. Zeynəb qabaqda qəmli günün var ağlama. Eşkın behari sabrine dil dade ol kızım. Ata niye? Çün xeymelerin otlanar amade ol kızım. Bir yare var başımda bakanda dözemmisən. Abbasımın gözyaşı axanda dözemmisən. Zeynəb Kərbəla çölündə batan vaxtı matəmə. Düşsə o çətin gündə yolun nəhri əlqəmə. Sözüm bitdi. Düşsə gözüm solan üzə. Neylərsən ay qızım, baxsan o ox dəyən gözə. Neylərsən ay qızım, can bala. Qısa donsan işarət olsun. Növbəti gecələrdə rozəmzi uzun oxuyarıq. İlahi səni and veririk bu gecənin şəhidi Əmirəl-Mömininə. Şəhidlərimizin ruhlarını şad elə. Bizləri şəhidlərimizin şifaətindən, şəhidlər ağası İmam Hüseynin şifaətindən ayrı salma. Gəlin gedək xanım Fatıma-i Zəhranın qapısına. Baxın, sahib məclis İmam-ı Zaman ağa özüdür. İmam Zaman özü nəzər eləyir aleyhisselam. Bax, onun nəzəri ilə bir dənə anasının adına and ver. Gör nə möcüzələr görəcəksən. Ya Allah, be Fatimətə, be Fatimətə, be Fatimətə, be Fatimətə, be Fatimə, be Fatimətə, be Fatimətə. Ürəyi bəqi istəyən gözəl desin ha. Be Fatimətə, be Fatimətə, be Fatimə. İlahi gəlirik o xanım ki onun razılığı ilə razılığım var. Qəzəbi ilə qəzəbim var Allah. O xanımı ki yazırlar qiyamətin günündə dayanar yol. Tam çətin yerdə məhşərin günündə hamı keçəndən sonra buyururlar nida eləyər. İlahi bunlar mənim balalarımı ağlayanlardır. Ay Hüseyin ağlayanlar. Bunlar mənim Hüseynimə göz yaşı tökənlərdir. Bunları əffələ Allah. İlahi bizləri xanım Zəhranın dilinin duasından ayırma. Gedək o məzlum ağa İmam Həsən ağaya bəqidə o tək qalan ağama çətinliklə hərəmini ziyarət elədiyimiz ağaya Bellə Həsəni, Bel Hasani, Bel Hasani, Bel Hasani,
بالحسن 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 عليه السلام. İlahi İmam-ı Sənağanın hürmetine bu gece bizleri bağışlamamış bu mescitten kenara aparma. Bil Hüseyni Bil Hüseyni Bil Hüseyni Bil Hüseyni Bil Hüseyin Bil Hüseyni Bil Hüseyni Bil Hüseyni Bil Hüseyni Bil Hüseyin. Ben böyle alimlerden eşitmişim. Yazırlar bu gecenin İmam Hüseyin ağayla çok alakası var. Deyirlər Mevla'ya ki bəstər saldılar. Zikirlər davam olacaq, bir də roza oxumayacağım. Deyirlər elə ki Əmirəl-Müminə yer saldılar, bəstər saldılar. İmam Aleyhisselam yerin salıblar, başın koyubdu, dincəlir yaralı halda. Baxırdı İmam Hüseyin'e ağlayırdı. Deyirlər heç kimə demədi, çağırdı xanım Zeynəbi yanına. Dedi Zeynəb Kərbəlanın günündə Hüseyin'in yeri belə rahat olmaz. Ata yanına isti çöldə, quru yerdə susuz şəhid olar qardaşın. O həm Əbəl Fəzlün həm Hüseyin kimi yoldaşın. Amma Zeynəb nə qədər qardaşları səndən alsalar uca qalsın başın. İlahi bizləri İmam Hüseyin ağanın hürmətinə Ya Rabbi dost düşmən ailə yanında xəcalətli eləmə. Bi Ali ibn Hüseyin 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 Bi Ali ibn Hüseyin. En çok secde eləyən imam deyirlər, İmam-ı Səccad ağa. Səcdə eləyənlərin abidi ilahi İmam-ı Səccad ağanın hürmətinə bizləri səcdədən ayırma. Bi Muhammed ibn Ali 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 Aleyhisselam. İmam-ı Baqir ağanın adı geldi. Ona elmin bağrın yaran ağa deyərdiler. İlahi o alimlerimiz, o şəxsiyyətlər ki ixlasla millətinə, vətəninə, dininə, cəmiyyətinə xidmət edir. O alimlərimizi hifz elə. İlahi ya Rabbel alemin, dünyadan köçən əhl-i beytə xidmət eləyən alimlərin ruhunu şad elə. Bi Cafer ibn Muhammed
بجعفر ابن محمد 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 İmam-ı Sadık Aleyhisselam'ın adı geldi. İlahi o ağanın şefaat ziyaretinden bizleri bir nasip eleme. Amin inşallah. Be Musa ibn Cafer Be Musa ibn Cafer Be Musa ibn Cafer بموسى بن جعفر 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 علیه السلام. İlahi İmam Musa Kazım ağa, çətinliklər görən ağa, səni anda verir bu gecəyə, çətinlikdə olan bacı qardaşlarımızın işlərinə fərəc ver. Atasından, ailəsindən, əzizlərindən uzaq olan əzizlərimizi tezliklə öz ailələrinə qovuşdur. Gəlin gedək, kasıbların həcci deyərlər o ağanın ziyarətinə. Ay Məşədilər, ay İmam Rıza ağanın qapısına gedib gələndən sonra ona mehriban ağa deyənlər. Ay İmam Rıza ağanın hərəmin görməyənlər. Allah sizə də nəsib eləsin. Gəlin gedək İmam Rıza Aleyhisselamın qapısına. Bacılarını biz Azərbaycanlılara əmanət eləyən ağanın qapısına gedəyin. بعلي بن موسى 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 عليه السلام. İmam Rıza ağanın qapısına geldik. İlahi o ağa da qəribdə olub, ona qərib İmam Rıza deyənlər, xeyr iş dalaycan, ruzi dalaycan gedən əzizlər, qəribdə olanlar, Allah İmam Rıza ağanın pənahında saxla, onları yerin göyün bəlasından hifz elə. Amin inşallah. Be Muhammed ibn Ali 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 Be Muhammed
ابن محمد بعلي 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 ابن محمد. Bu əziz, məsum imamlar ki, adlarına təvəssül elədik. Onlar da zülm ilə şəhid olan ağalardı. Zəhərlənib şəhid olan ağa. İlahi səni and verirəm, öz izzəti cəlalı və bugün tibb alimləri bunu deyirlər. Bir insan ki zəhərlənsə, onun can verməyi çox çətin olur. İlahi bizləri can verən anda dilimizdə la ilahe illallah Muhammedun Resulullah Allahümme salli ala Muhammed ve ali Muhammed Aliyyen veliyullah. Bu kəlmələri, kəlmə-i şəhadəti, kəlmə-i təyyibəni dilimizdən əksik eləmə. Hə, indi elə bir dənə ağanın qapısına gedəcəksən. O bizim zamanımızın imamının atasıdır. İmam-ı Zaman ağanın atasının adına and verirsən. Axı, var bizim elimizdə belə bir and içmək. Gələrsən qapısına, bilərsən özündən istəsin, bəlkə sənə verməz. Ya səndən xoşu gəlmir, ya elə münasibətin yoxdur. Deyərsən, filan kəs, sən Allah atovun ruhuna. Yaşıysa atovun canına and verirəm, mənə bu məsələdə köməkli elə. İmam-ı Zaman ağa, sənin atovun qapısına gedirik. Ağacan, bizləri nəzərindən salma. Ağacan, sənin ki nəzərin möhkəmdir bəzi şəxsiyyətlərə, bizləri nəzərindən ayırma inşallah. Gəlin gedək İmam-ı Zaman ağa aleyhisselamın atasının qapısına, İmam Həsən Əskəri aleyhisselam. Bil Həsən ibn Aliyin بالحسن بن علي 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 بالحسن بن علي. İlahi səni anda veririk İmam Həsən Əskəri aleyhisselamın hürmətinə. İlahi o imami ki bəziləri ziyarətində olublar, bəziləri yox. İlahi olanlara dübarə, olmayanlara o imamın ziyaretin nasip elə. İlahi bizləri dünya ahirət İmam Həsən ağanın, İmam Həsən Əskəri ağanın ziyareti şəfaətindən bir nasip eləmə. İmam-ı Zaman aleyhisselama inşallah təvəssül eləyəcək. Bax bu təvəssülün möhkəm olsun, zamana imamıdır. Bizə hüccət, zamana hüccətidir. Ya İmam Zaman, ağa gəlmişik bu gecədə Cəddün Əmirəl-Mömininin həm şəhadət gecəsi, həm Qur'anın nazil olan gecəsi, həm Allah ən çox bəndəsi ilə görüşmək istəyən gecə. Ya İmam-ı Zaman ağa, səni and veririk. Anon Fatıma-i Zəhranın özün bildiyin qəbrinə. Ağa, düzdür naqis bəndələrik. Düzdür səni layiq görürük, öz adıma olsun. Ağa, düzdür sənə nökərçilik etməyə layiq deyiləm, belə dinən. Amma ağa, nə olar, zühuruva yetişə bilməsəm, zühuruva çata bilməsəm, qiyamətin günündə mənim də əlimdən tut ya İmam-ı Zaman. Möhkəm təvəssül eləyəcək inşallah İmam Zaman aleyhisselama. Bil hüccəti
بالحجة 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 عليه السلام. Ey kalem, sözlerinde eser yok. Hayanda sanmam zamana. Ey kalem, sözlerinde eser yok. Aşina demmene bir haber yok. Geldi bu cüm'ede keçti Allah diyebilirsen. Geldi bu cüm'ede. Fatime Yusuf'inden haber yok. Fatime Yusuf'inden haber. Güzel denen Fatime. Ya İmam-ı Zaman gel aman de. Ya İmam-ı Zaman. Ses ve kurban. Ya İmam-ı Zaman de. El-eman, el-eman, el-eman de. El-eman, el-eman. Sessize kurban. Kim deyir ayrılık derde salmaz? Kim deyir ayrılık? Beh aşıkın sabrini elden almaz. Ey gözüm yollara bakdarıq. Bir de eşkilən. Ey gözüm yollara. Xma gün həmişə bulut atsa qalmaz. Gün həmişə. İnşallah əyləşəyin, Quranları başımızın üzərindən götürək. İki əməlimiz var, sonda inşallah dualar eləyərik. 70 dəfə Əstəğfirullahə və ətubu ileyh. 70 dəfə bunu inşallah demək. Əstəğfirullahə Rəbbi və ətubu ileyh. Əstəğfirullahə Rəbbi və ətubu ileyh. İnşallah bu zikri hər kəs bitirdisə, son olaraq 100 dəfə Allahümmə ləən qətələtə əmiril müminin. Ərəbi əgər demək kim çətinlik çəksə, Allahım, İmam Əlinin qatillərinə lənət. Allahım, İmam Əlinin qatillərinə lənət deyə bu cür deyə bilər. İnşallah hər kəs bitirdisə, Peyğəmbər alıb Peyğəmbərə sələvası gedir. Allahümmə salli ala Muhammed. İnşallah bu zikirləri bitirdikdən sonra Allahla öz aramızda olan, qəlbimizin dərinliyində olan hacətləri istəyək. Sonda bir bel duası edəcək, cəmaatla birlikdə dua edəcək. Amma bir neçə kəlmə Allahla öz aramızda olan hacətləri istə, Allahla öz dilində danış. Allahla bu gecə elə bir münacat elə ki, bütün hacətləri alıb bu qapıdan gedəsən. Əl-boş, naumid əsla olma yenə. Allah'ım sallallahu. İnşallah bir dua var, kəlmə-kəlmə bahim onu oxuyaq. Allahümmə اجعل فيما تقضي
وتقدر من الأمر المحتوم وفيما تفرق من الأمر الحكيم في ليلة القدر وفي القضاء الذي لا يرد ولا يبدل أن تكتبني من حجاج بيتك الحرام المبرور حجهم المشكور سعيهم المغفور ذنوبهم المكفر عنهم سيئاتهم واجعل فيما تغزي وتقدر أن تطيل عمري وتوسع علي في رزقي وتفعل بي علما نافعا وحفظا كاملا وشرفا وفخرا وزخرا وكرامة ومزيدا وأن تغفر لي ولأبي ولأمي ولمن حقهم علي. أعوذ بجلال وجهك الكريم أن تغزي لي حوائجي في شهر رمضان الذي أنزلت فيه القرآن. اللهم اجعل لي رزقا حلالا طيبا بحق محمد وآل محمد. صلوات شده يا صل على محمد وآله. اللهم صل على محمد وآل محمد. السلام عليك يا أمير المؤمنين يا حجة الله على خلقه
يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يديك حاجاتنا يا وجيها عند الله İlahi Perverdigara Allah'u ya için mevkin olduk. Bu gözyaşlarını rüyasız ihlasla bizden kabul eyle. İlahi dergahı açılan ellerimizi alın sinemize kaytarma. İlahi bu gecenin bağışlanan kullarını bizlere karar ver. İlahi günahlarımızı bağışlamamış bizi dünyadan afama. İlahi kalbimizden kini, çürüveti, şeytaneti, vesveseni kenar eyle. İlahi bu vahdetimizi, bu fedrimizi günü günden artır. İlahi kalbimizde olan hacet ve metleplerimizi reva eyle. İslam'a kuvvet ver. Dinin düşmanlarını mahvünahum dile. İlahi bu mübarek Ramazan'ı ömrümüzün ahırımızı Ramazan'ı karar verme. İlahi bu ayın bütün sevap ve faziletlerinden fayda parma her birimize nasip eyle. Derdi bilmeyen bilinmeyen hastalarımıza acil şifa merhamet eyle. İlahi evladı olmayan evladı Resulullah hasretinde olanlara evladı salihin nasip eyle. İlahi şehitlerimizi şehitler sevmeli İmam Hüseyin'e kurban eyle. Şehitlerimizin atalarına, analarına sabr-ı Eyyubi keramet eyle. İlahi gazilerimize acil şifa inayet eyle. Reşadetli ordumuzu, müselleh askerlerimizi ağla gelen gelmez feta belalardan aman sakla. İlahi cümlemize helal minnesiz ruziler nasip eyle. İlahi bizleri dost, düşman, cemiyet hususiyle aile evlat yanında hacaletli eyleme. İlahi ağız imami zamanı zuhurunda tacil eyle. O hazretin nazlı kalbi bizlerden razı karar ver. İlahi bizleri bağışlanmış kullarından karar ver. Duayı ferec imam zaman gurbeten ilallah. Bismillahirrahmanirrahim. Allahümme kulli aleyha hüccetini hasan sâfiyâ aleyhi ve alâ